Gələcəm. Ha, oldu. Bura olsun. Zahid rəhmətə gedir. Allah rəhmət eylesin. Mütəbbinliklər idin. Ağdam şəhərində Tovuz komandasıyla son oyunumuz oldu. Müayinə 12'sində oldu. Nədən sonra oyun oldu bu? Fikirləşmirdik ki biz oranı tərk etdik. Ancaq sonra stadion əhatəsinə 4 dənə top mərmisi düşdü, dəliklər açılmışdı. Futbol dönemində elə çətinlərlə üzləşdik ki, heç kimin ağlına gələ bilməz. Yəni mən deyərəm ki, dünyada elə bir klub yoxdur ki, göydən bomba yağa öz çempionatında oynasın. Yəni şəhərinizə bomba yağır hər yerinə, amma siz çempionat keçirirsiniz, çempionatda oynayırsınız. Neçənci ildən gedirdin futbola sən Ağdamda? 50 neçənci illərdə biz Cəmiləmgildə olan vaxtı. Onda 2-də 3-də oxuyurdum. Məsələn, onda stadion elə Stadion- oturacağı zadı yox idi, ancaq Yox, elə. yox idi. Elə stadion da adı getmirdi. İmarət idi. İmarət. İmarətdə futbol var. Bütün o ətraf zadlar, məhlələr, zadlar, məşətacılıqdır vardı orada bir dənə. Böyük mülküdür, çoxlu da cəmaat olurdu orada. Cavanşir orada olurdu o vaxt o məşətacılıqda. Orada. Bunlar hamısı məhəllənin arvadı, gəlini, qızı, hamısı gəlirdi, palaz salıb otururdular. Kişilər də arxadan. O illərdən. O illərdən, bəli. Sovet dövründə digər respublikalarda olduğu kimi Azərbaycanda da insanlar futbolla yaşayırdılar. 50-ci illərin əvvəlində Ağdam şəhər stadionunun tikilib
istifadəyə verilməsi ilə şəhərdə mütəmadi fəaliyyət göstərən bir komandanın yaradılmasına ehtiyac duyulub və qısa zamanda belə bir komanda yaradılıb. Komanda yaradılanda ilk əvvəl adı elə Ağdam şəhərinin komandası olub. Bu adla bir müddət çıxış edib, sonra məhsul adlanıb. 1977-ci ildə komanda adlanırdı Şəfəq. 80-ci illərin ortalarında Kooperator adı ilə çıxış edib və 1988-ci ildən komanda Qarabağ adı ilə çıxış etməyə başladı. Ağdamın Qarabağ futbol komandası Respublika birinciliğinde uğurla yarışır. Ümumiyyətlə bu diyarın dəli dolu cavanları sağlamlıq və gözəllik rəmzi olan idman növlərinə böyük maraq göstərir. Hop, gençlik tempdə. Hərkər. İmarətdəki futbollar gedirdi. Həmişə biz gedirdik futbola həvəslə baxırdıq. Ona görə də bizə elə bu Ağdamda futbola maraq o vaxtdan elə bizdə yaranıb, o vaxtdan elə bizdə başlayıbdı. 84-cü ildən mən gəldim Qarabağda oynamağa. 2004-cü ilə qədər 20 ilimi Qarabağ futbol komandasında oynamışam. 1984-cü ildən oynaya məşqçi gedirdim. 1990-cı ildə karyeramı bitirdim. Məşqçi kimi fəaliyyət göstərdim. Ağasəli müəllim dəvət olundu Qarabağa. Ağasəli müəllim baş məşqçi, mən ikinci məşqçi, köməkçi məşqçi kimi fəaliyyətimi göstərdim. 74-cü ildə o vaxt Məhsul adlandırıldı komanda. Başladım əsas komandada oynamağa. Uşaq vaxtlarımdan Ağdam İmarət stadionuna gəlib uşaq futbolunda oynamışam. Əsas mənim bu böyüklərlə oynamağı 1975-ci ildə Məhsul adı ilə olanda əsas heyətdə özümə yer tapdım. Əsas komandaya gəlişim deməli 79-80-cı illərdən başladı. O vaxtı Qarabağ yox, Şəfəq idi komandanın adı. Qarabağ komandasına gəlişim mənim 1990-cı ilin dekabr ayı idi. Gəlməyimin səbəbi Ağasəli Mirzəbadov oldu. Mən yığma ilə işləyirdim. Bu belə oldu ki, yanvarın əvvəli idi. Mən Futbol Federasiyasına çağırdılar. Onda Futbol Federasiyasında böyüki rəhmətli Rahab Adgözəlov idi. O dedi ki, bəs səni Ağdam klubu istəyir. Futbol elə bir oyuncu ki, azərkeş olanda stadionda daha da həvəslə oynayırsan və bir növ onları imtahan kimi verirsən. Ağdamda mən deyərəm ki, cəmaat, azərkeşlər həddindən artıq sevirlər futbolu. Futbolu bir var sevmək, bir də var bilib sevmək. Onlar bilib sevirdilər. Böyükdən balacaya qədər hər kəsdə futbola məhəbbət vardı Ağdam cəmaatından. Bu da bizim üçün bir stimul idi, bizim üçün bir ruhlandırıcı bir amil idi. Azərkeş qismi Ağdamda çox maraqlı idi. Bütün ətraf rayonlar Ağdamdaydı, hamısı futbola gəlirdi. Oyunlara qonşu kəndlərdən 100 nəfər, 200 nəfər adam avtobuslarla gəlirdilər ki, Qarabağ bu gün oynayır, baxaq oyununa. Biz uduza bilməzdik Ağdamda. Çünki o azərkeşlərin qarşısında hamı futbol sevər çox idi. Salam hörmətli tamaşaçılar, hər vaxtınız xeyir əziz futbol sevərlər. Futbol üzrə illik çempionatın oyunlarından yayımlarımız davam edir. Bizim həmişə prinsipal oyunlarımızdan olubdu Gəncə ilə, Kəpəzlə. Neftçi ilə həmişə prinsipal oyunumuz olubdu. Azərbaycan çempionatının demək olar ki, Qarabağda keçən oyunların bir 80%-i, yəni hamısı, bax indi belə sizinlə danışıram, kölgə kimi gəldi gözüm qabağından keçir. Ən yadda qalan oyunlar məsəl üçün Kəpəz idi, Turan Tovuz idi, Mingəçevirin Kürnur komandası idi, Bərdənin Pambıqçı komandası idi, ondan sonra Yevlanan avtomobilçi. Yəni bu komandalarla çox ağır oyunlarımız keçirdi.
Bir dəfə 89-cu ildə heç vaxt yadımdan çıxmaz, Textile Işi Commission var idi. SSR çempionatının 1/4 kimi gəlmiş bir 8 komandanın biri idi, belə deyək. Deyirdilər ki, biz Qarabağı çıxıb rahat tutacağıq. Proqnoz verirdilər. 10-0, 8-0, yəni öyle böyük proqnozlar ki, bizi bitər eləyəcəklərdi. Amma çıxdıq biz, elə bir oyun orada nümayiş elədik ki, onlar özü də məhətdə qaldı. Kontratakada tutduq onları, Vasif İskəndarov. Ştrafnovun başından vurdu, 1-0 durub. 1-0 durub, stadion dəli olub. Stadion nətə vururlarsa şeylə, ayaqları ilə. Vahimə var idi stadionda. Rusiyadan, oradan, buradan oyuncu yox idi. Hamısı Azərbaycanlı uşaqlar idi. Bir də ki, mən deyərəm ki, 8-10-9 nəfər də Ağdamın özündən idi orada uşaqlar. My name is Emanuele Giulianelli. I am a freelance journalist and writer. Some important magazines like 442 or Warsaw Magazine. I've written 7 books, and one of these, maybe the one I am more proud about because it really had much interest all along Europe, is this book about Karabakh, the team without a city and their conquest to Europe. I wrote it in Italian first, and then it attracted some English publishers that decided to publish it in English. And I'm really happy because I think it's a story that really deserved to be known all around Europe, because it's a unique story, and it really fascinated me, so I decided to write this book. Bugünkü oyunda Allah'ın köməyi ilə qəşək. Udacağıq. 100% udacağıq. Mənim nəsə içimdə bir arxiyinçilik var oyuna. Yəni neçəyə də gözləmirəm ki, ged orada çempionatı ud, kuboku ud, 3-1, 3-0. Təzədən gəl burada neçə oyna, o Qarabağa yaraşmaz. 1-0 olsa udmalıdır. Udacaqdır. Bugün stadyumumuzda Azerbaycan Premier Ligası'nın növbəti oyunu keçirilir. İlk dəfə UEFA kubokunda çıxış elədik 1996-cı ildə. Onda Myupa var idi, Finlandiyanın komandası idi. Biz sırf olaraq Azərbaycan çempionatı oynuyorduk. Çempionatımızın səviyyəsi yüksək deyildi deyənə biz ilk dəfə Myupa ilə çıxanda bizim üçün çətin oldu. Nəyə görə? Artıq Avropa komandası idi. Avropada bizdən çox çıxış eləyiblər. Yəqin ki, o futbol komandalar bizdən güclüdülər. Biz birdən elə qarşımıza məqsəd qoymuşuq ki, yaxşı hazırlaşaq. Yaxşı futbol görsədək, maraqlı futbol görsədək. Əgər maraqlı futbol görsədərsə, mən bilirəm, belə gəlir ki, qələbə də salarıq biz. Evdə ilk oyunu biz yenildik burada 1-0. Rəqib meydançasında isə biz 1-0 yendik onları. Ötürmə, Bəxtiyar Musayev hesabı açır. 1-0. Əla Qarabağ futbolçuları, əhsən sizə. Bu həm də Azərbaycan klub komandalarının Avropa kubok yarışlarında vurduğu ilk qoldur. Təbrik edirik. Əsas vaxt heç bitdiyinə görə o vaxtın reglamentinə əsasən 30 dəqiqə əlavə vaxt olundu. Həmin 30 dəqiqənin son dəqiqəsində bizim qapımıza qol keçdi. Və qol. Qol isə oyundan kənar vəziyyətdən vurulur. Biz artıq 11 metrlərə hazırlaşdığımız vaxtı belə bir şey baş verdi. Çox əfsuslar olsun ki, biz ikinci oyunu daha yaxşı oynamışdıq və qələbəyə layiq idi, keçə bilmədik. Və görüşün hakimi oyunun qurtardığını bildirir. Ondan sonra 97-ci ildə biz Çexiyanın Yablonets komandasını oynadıq. 98-ci ildə biz Kopenhagenə qarşı oynadıq.
və 1999-cu ildə bizim üçün ən yadda qalan, xoşa gələn bir oyunumuz oldu. O da Maccabi Hayfaya qarşı idi. İnternational Kubokunda bir etap keçməyə bizə müəssər oldu. O vaxtki dövrdə bizim üçün böyük uğur idi. Yəni o vaxta qədər heç kim bir etap keçməmişdi. Biz İsrail'de 2-1 hesabı ilə qalib gəldik. Hər iki qolun ikisini də Müşfiq Hüseynə vurmuşdu. Buradakı oyunda çox təəssüf ki 1-0 uduzduq. Amma səfərdə vurduğumuz 2 qolun nəticəsinə görə biz üstün idik. Ona görə etabı keçən tərəf biz oldu. Yəni çox təəssüf ki, sonra ikinci etapda bizə Fransanın Montpellier komandası düşdü. Məğlub olduq biz onları, turniri tərk elədik. İşğalda olan bir bölgəni təmsil edən bir klubun Avropada tur keçən ilk Azərbaycan klubu olması məsələsi var idi ki, yəni bu da Qarabağın ümumiyyətlə Azərbaycan futbolu üçün nə qədər önəmli bir məsələ olduğunun göstəricisidir. Yəni xatirəmizdə nə qalıb? İlk olaraq bir Azərbaycan komandası o vaxtlar üçün çox çətin idi mərhələ atlamaq, amma ilk dəfə Qarabağ bunu elədi. My name is Arthur Huizinga. My daily job is being a sports journalist, as a writer online. I'm probably the biggest Dutch fan of Karabakh Football Club you can find. I made a book about the club and together with Dirk-Jan Visser, brilliant photographer, we made a photo book and a photo exhibition which traveled all over the world as well. The photo book I made with Dirk-Jan Visser and the people from Paradox was voted second in best photo project of the year in the Netherlands. Actually, my interest in Karabakh Football Club started when I first saw a picture. The picture of Agdam, the really devastating picture of a ghost town. And I had never been there, but I wanted to know more about this town. Kilacil'in evi de oradadır. Hadi. Kilacil'in evi de burada da, buradan solda. Burada meskamlar. Ha, meskamlar diye burada. İndi çöreci Yaşargil'in evi. De bura bizim küçemiz, de nar ağacı olan Yadılan dükkanı. Ha vallahi baba. De Yadılan dükkanı buradaydı baba. Tünde. O tünde. Buradan da bizim eve gelirik. Ha, bu bizim Süleyman eve. Salih ha. Yadılan dükkanı. Buradan da Aydınkul evinin evinde de o şeyden beri. Rağdam kent. Şerbet ben görüyorsun. 51'den sonra Culağa şey çıkar ya. Hadi kanal. İmaret yöneter. İmaret. Bir sola döneceğim orada. Bəli, baba da imaret. Ha, точно. Ha, işte gördüm. Ha. Burada tribunalar vardı. Hem böyle dört tarafta da tribun olurdu. Hem birinci burada olmuştu, birinci Sağ burada. tarafta. He. Sonra burada bizim boğazamız oradaydı. Oyun vakti. Boğazamız oradaydı. Tribünalar bu Tribünalar buradaydı. 11 metre ne hele düz ha? Tereddüt Türk'ü sözü kabağa. Ha, Gallanski varyan. Orası kaldı ya, olmaz olmaz. Gallanski varyan. Paraydı o, değil? Buraydı. All the people I speak with, players, football players, and former football players, everyone told me that one of their dream, maybe their most important dream, is to play again a match at Imaret. Or to sit to watch to a football match at Imaret. I think that this Imaret, I've never been there, of course. I think that represents really something more than a football stadium. Something like cathedrals.
Heyətdə Cəmaləddin Əliyev qapıda idi. Müdafiəçilər Elşad Əhmədov, Səttar Əliyev, Zaur Qarayev, Yaşar Hüseynov yarım müdafiədə idi, Mehman Alışanov idi, Emin Salmanov idi, Müşfiq Hüseynov idi. Karyeramı Ağdamda mən başlamışdım 7 yaşımda, 14 yaşımda əsas komandada oynamaya başladım. 7 yaşımdan indi 52 yaşım var. Artıq 45 ildir mən Qarabağ komandasındayım. Qarabağ komandası demək olar ki, mənim böyük qardaşım kimidir. Futbol həyatım demək olar ki, Qarabağ komandasında keçib. Deyirəm ki, hasarlarından şəhər edirəm. Hasarın dalı evlər idi axı. Məhərrəm kişinin evi də burada idi. Ay sağ ol, hə. Qapının biri bura düşmüşdü, biri bura, arkada da bazı idi. Çınar, hə, orada çınar vardı, ay sağ ol. Hara düşmüşdü mərmi? Oraya, sentrə düşmüşdü. Hə? Yox, biri də sentrə düşmüşdü, biz olmayalım ya. Biri bazanın yanına düşmüşdü o tərəfə. Ama birincisi o tarafı künce düşmüştü oradan. Sonra ortaya bazanın yanına. Axırıncı bazanın yanına düşmüştü. Yo, askol çok vermişti. Temiz bazanı dağıtmıştı. Maybe the old city of Ağdam and maybe all the people of Azerbaijan, because that stadium represents all the suffers and evil, the joys and the hope for the future. ...88-ci ildə Qarabağ çempion olanda bunun da asanlıqla başa gəlməmişdi. Dağlıq Qarabağ və onun ətrafında hərbi vəziyyət gərginləşmişdi. Hətta bir müddət çempionat uzandı da bu siyasi vəziyyətlə əlaqədar olaraq fövqəladə vəziyyət oldu, oyunlar keçirilmədi, təxirə salındı. Bir dənə də mərmi düşmüşdü, bizim yaşadığımız yer bazanın qabağına düşdü. Yəni hətta bir dəfə yadımdadır, gəlib stadionun ortasına düşmüşdü mərmi. Böyük bir yama açılmışdı. O səbəbdən hətta Qarabağ öz meydanında əksər oyunları keçirə bilmədi. Sonra özümüz oranı torpaq gətirdik, dolduruq, düzəltdik, elədik. Nə var, məcburi, özümüz eləməliydik. Kim var ki? Kimsə gəlib onu elə istəyirdi. Futbolçular yığışdıq, düzəltdik hamısını. Məcburi oynamalıydıq. Komanda yaşamalıydı. Müharibə vəziyyətini bilirdilər, amma o anda orada çox belə təsir edici bir məsələdir ki, yəni başımıza bombalar yağır, amma siz oyunu davam etdiniz. Hətta bizim o vaxtki bir bəstəmiz var idi ki, bəstədə belə bir ifadə keçirdi ki, bombalar yağdı imarətə, azarkeş tərk etmədi səni. Təbii o atmalar, qırad, sonra cəmaatın harca bir təsir olmuşdu, ancaq futbola həvəs insanlarda ölməmişdi, belə deyə qalbar idi. Heç vaxtı yadımdan çıxmazdı, Bakı klubu ilə oynuyorduk. İlk hissədən sonra biz soyunub geyinmə otağına qayıtdıq. Bu rəqib komandasının əvəz etmədə olan futbolçular orada isinmə hərəkəti idi. Bu zaman bir dənə top mərmisi atdılar, şəhərə düşdü. Yəni biz bu şəraitə öyrəşmişdik. Bizim üçün adi gəlirdi, sadə gəlirdi. Ancaq onlar üçün çətin gəlirdi onlara. Bunlar elə bir şey dondular yerlərində qaldılar. Hətta elə futbolçular oldu ki, dizləri qatlandı, oturdular yerə, tərpənmədilər. Yəni belə bir hallar olub. Gələn komandalar çox narahat olurdu. Eləsə olurdu ki, əvvəldən oyuna çıxmırdı. Elə komanda olurdu, birinci hissədən sonra çıxıb gedirdilər. Bizim üstümüzdə bir məsuliyyət var idi. Yəni biz qorxmadan, çəkinmədən o günlərdə o şəraitdə futbol oynuyorduk.
Well, one of the first thing that was shown to me by the people at Karabakh Football Club, especially the old players, were some old pictures. And one of these pictures had a man, I still remember very well, someone pointing to me, this man, remember his name, he's important. And his name was Alavedi Bakhirov. Alavedi Bakhirov in the 70s and 80s was, well, probably one of the most important players. Allahverdi Bağırov uzun illər oynayandan sonra həm komandanın kapitanı oldu, həm uzun illər Qarabağın şərəfini qoruyandan sonra məşqçi işlədi. O vaxt Allahverdi 1988-dən sonra aralandı futboldan biraz. Bütün fikrini verdi cəbhəyə, Qarabağın azadlığı üçün. Təbii ki, Alavverdi Bağırov həm Qarabağ klubu üçün, həm Ağdamlılar üçün, həm də təbii ki, bir şəhid kimi Azərbaycanlılar üçün yəni yenilməzlik və qəhrəmanlıq simvollarından biridir. Alavedi Bakhirov, I think probably everyone in Azerbaijan knows his name, not as a football player, but as a hero of Azerbaijan during the Karabakh War in the early 90s. Hətta biz komanda bir müddət bu müharibə başlayanda istədik ki, biz də kömək eləyək. Bizə komandirlər deyirdim. Siz futbolunuzu oynayın, elədir ki, döyüşürsünüz. İstəsək 100 nəfər yığarıq döyüşmək üçün, amma 10-15 futbolçu bizim üçün çətin olar. Futbolunuz olsa bu imarətdə, onlar biləcək ki, adam yaşayır. Bu söz çox bir dahi söz oldu bizim üçün. İndiki dövrdən o dövrə baxanda çox yaxşı görüşdü. Biz yaxşı ki, o dövrdə futbolun dayanmağına imkan verməmişik. Qarabağ Futbol Klubu kimi bir klubun imarət kimi bir azarkeşi olmalıdır. İmarət kimi bir azarkeşin isə ardınca yol getdiyi şəxs məsələn Alavverdi Bağırov olmalıdır. Yəni ki, bunun başqa bir yolu yoxdur. Buna görə də onu özümüzə bir ideal rəmzi kimi seçmişik. Qarabağ Qəbələ oyununda Qarabağ 5-0 hesabı ilə qalib gəldi. Təbrik edirik. Uşaqlar yaman oyuncu olacaqsan. Onlar öyle getirmələridir. Onlar nə deyim, o uşaqdır, o uşaq 12-dir, 77-dir. Usta Sərdar. Onu tanımayan yoxdur adamda və demək olar ki, bir nömrəli azarkeşlərdən idi. Bütün oyunumuza gəlirdi. Harda oynamaqlarından asıl olmayaraq istəyir zakatı ala, qalx, ondan sonra Toz, gedirdim. Bu tərəfdən Sabirabad, Salyan, Masallı, hamısına gedirdim oyunlarını. Özü usta olduğuna görə özü üçün hər dəfə bir maşın yığırdı, düzəldirdi. Biz hara gedirdik, bizimlə gedirdi o. Bu 24-lə geyib gəlirdim. 87-dən məndədir. Demək olar ki, ən çox münasibətli olduğumuz bir adamdır. Udurduq gəlirdik. Mingəçevirdə restoranın banketnisi vardı. Bağladıydım. Bütün komandanı yığırdım. Deyirdim, gəlin oturaq burada bugün yeyəksə, udmusunuz. Yəni, o da azarkeşin elə bir şey ürəyindən, istəyindən gəlir. Komandanın sevməsindən irəli gəlir. Sabirabada bir dəfə də elə Anatoli Banişevski də gəldi, çıxdı oyuna. Gəldi, baxdı, komandanla bəyəndi. Uşaqlar dedi ki, belədir, hamısı qəşəng oynayırlar. Görəsən, biləsən ki, nə tər azarkeş idi o insan. İndiyə kimi azarkeşlik edir, haradasa onun, deyim də, 43-cü təvəllüd olmalı o insan. Onun uşaqları, özü,
O ailə hamısı azarkeşi idi. Aşsız qalmağa razıyam, Qarabağ məğlub olmana razı deyirlər. Vay o günə oyun ya hissə qutarırdı, ya Qarabağ məğlub olurdu. Bir həftə özümə gəlmirdim. İnanırsınız, mən oyunlarda olub ağlamışam. Yəni Qarabağ məğlub olub ağlamışam. Yəni mən Qarabağı özümlə çox istəyirəm. Hər vaxtınız xeyir əziz futbol sevərlər. Turnirdə paytaxtımızı, eləcə də bölgələrimizi təmsil edən 26 klub yarışır. Ağdamın Qarabağ komandası da onların arasındadır. O dövrdə Qarabağ komandası doğrudan yaxşı təsir bağışlayırdı Mircavadın rəhbərliyi altında. 93-cü ildə bu stadionda, Tofiq Bəhramovun stadionda Azərbaycan kubokunun finalını oynadıq. Bu qapıya Eşqət Hüseynov 89-cu dəqiqədə bu qol vurdu, 1-0 hesabını vurdu. Yəni onda Azərbaycan kubokunu aldıq. Mən kapitan olaraq mənim bir şəkilim var ki, kuboku başım üzərinə qalxızanda mənim üzümdə gülüş var. Həmən vaxtda Ağdam işğal olmamışdı. Ondan bir həftə, 10 gün sonra bizim çempionluq oyunumuz oldu. Həmən günü biz meydançıya çıxanda diktor üçün orada elan elədi ki, Ağdam rayonu işğal olubdu. İnanırsınız, mən 10 dəqiqə meydançada nəinki mənim dostlarım da oyunçuların üstünə qaçanda ağlaya-ağlaya qaçdıq. 93-cü ildə komanda həm kubok aldı, həm də çempion oldu. Böyük şəkil də var məndə burada. Həmən vaxtda. İşğal edilmiş rayonumuzun komandası ölkə çempionu oldu. Aparıcı da dedi ki, işğal olunmuş rayonun komandası çempion oldu. Həmən oyunda da çempion olanda orada mənim kubok qalxızmağımın da kədərli an görsənir ki, heç bir sevinç hissi olunmadı. It seemed like a strange destiny, the fact that even this mixture of sadness and of happiness, we can say, it's another one of the very, very unique and moving aspects of this story. Because how can you celebrate when they are taking you off your home, they are destroying your country, but you are achieving your best results of your career. ...93-cü ildə şəhər işğal olundan sonra biz yerimizi tərk etməyə məcbur olduq. Ondan sonra çox çətinliklərlə üzləşdik. 93-cü ildən sonra başladı ağır vəziyyət alındı bizdə. Artıq Ağdamda oynaya bilmirdik. Biz ev oyunlarımızı Mingəçevirdə qəbul edirdik. Ondan sonra çox çətinliklərlə üzləşdik. Demək olar ki, 4 yer, 5 yer dəyişə-dəyişə axırda gəlib Bakıya çıxmışdıq. Qısa müddət Bakıda olandan sonra Sumqayıtda yerləşdik. Adil müəllim gəldi rəhmət edib burada, Sumqayıtda burada tapdı, danışdı. Çingiz müəllimlə bu stadionun direktoru vardı. Biz ondan sonra gəldik oyunlarımızı burada Sumqayıtda keçirdik. Həmən məhz bax bu stadionda keçirdik. Demək olar ki, şəraitimiz yox dərəcədə idi. Ancaq buna baxmayaraq yenə də biz əlimizdən gələn ən yaxşısını edirdik ki, bu dövrü başa vura bilək. Bizim hələ vaxtlarımız olub ki, yeməyi heç nə olmayıb. Mən açıq deyirəm sizə. Əşkə gedirik, Bakıdan Sumqayıta gedirik. Uşaqlarda nə var yığışırdıq, alırdıq bir 70-80 dənə pereşki alırdıq. Məşq qutarandan sonra həmin o direktorun stadionu bizim Şirinçay düzəldirdi. Uşaqlar oynanır. Ona baxmayaraq ancaq meydançıya çıxanda çalışırdıq ki, bu şeyləri yaddan çıxardıq. Bu da demək olar ki, məcbur idik biz. Turnirdə iştirak edirsə, demək hər şeyi arxada qoyub yeni bir səhifə açmaq üçün.
Həmən dövrlərdə hər birimizə təkliflər olurdu ki, ev verək, maşın verək, gəlin bizim komandada oynayın. Yəni biz heç birimiz o addım atmadıq ki, biz özümüz də özümüzdə söz verdik ki, bu çətin gündə Qarabağı tək qoymayaq. Komanda çox pis vəziyyətdə idi o vaxt. Elə onunla da elə yenə öz qürurunu saxladı komanda. Demək olar ki, hər mövsümdən əvvəl Qarabağın yaşayacağı, çıxışını davam etdirəcəyi sual altında idi. Rəhmətli Adil əmim, bilirsiniz ki, komandanın təsislərindən biri olub, komandanın yaradanlardan biri olub. Adil Nadirov, Allah ona rəhmət eləsin, o çox iş görüb. Qarabağın ərsəyə gəlməyində, inkişafında. Komandanı saxlayırdı. Yəni necə də olsa, nətər də olsa komandanı saxlayırdı ki, komandanın adı yaşasın və Qarabağ komandası yaşasın. Gördüyünüz kimi Qarabağ komandası hal-hazırda liderdir. Çempionat cədvələ başçılıq edir. Bu çətinliklər var. Bildiyiniz kimi yerimiz yox, yurdumuz yox. Görürsünüz ki, bugün hansı stadionda oynayırıq. Bu da bizim maliyyə cəhətimizdən ki, bugün burada oynayır. Çünki bildiyiniz kimi Sumqayıtın o biri stadionda oynamaq üçün bizə həqiqətən bu professional söhbətdir, maliyyə cəhətdən kömək lazımdır. Komanda rəhbərliyinin həqiqətən ciddi səylərindən, cəhdlərindən sonra həmişə sponsor tapılırdı və komanda çempionatda çıxış edə bilirdi. Biz ümidvarıq ki, nə vaxtsa Avropaya çıxıb Azərbaycanın klublarının ən yaxşı rezultatını verəcək. Biz buna əminik. Ona da hazırlaşırıq. Ağdamda son oyunsa 12 may 1993-cü ildə Turan Tovuz komandası ilə Azərbaycan Kubokunun yarımfinal oyunu. Salam hörmətli tamaşaçılar, hər vaxtınız xeyir əziz futbol sevərlər. İmarət stadionu 12 may 1993-cü il. Ağdamın Qarabağ komandası Azərbaycan Kubokunun yarımfinalında Tovuzun Turan klubunu qəbul edir. Oyunu idarə etmək Afanovaki prezidentin xahişi ilə, həm də mən rəhbəri idim hakimlərin. Mən götürdüm məsuliyyəti boynuma ki, hər ikisi onda mən özüm ilərəm. Hakimin protokoluna əsasən oyunda 8000 azarkeş var idi. Baxsanız son oyunun video görüntüləri var. Baxsanız 93-ə, mayın 12-sinə stadion doludur. Son oyuna qədər azarkeşlər bizi dəstəkləyirdi. 90 dəqiqə ərzində siz kadrlardan görürsünüz ki, oyuncular 2 daim 90 dəqiqə mübarizə apardılar və Turan komandası çox güclü rəqib idi. İlk hissədə sağ cinahdan rəqibin cərimə meydançasına ötürmə verildi. Yaşar Hüseynov dəqiq zərbə ilə hesabı açdı. Amma yəni ağıllarına da gəlməzdi ki, bu artıq axırıncı oyunda Ağdamda, İmarətdə bir daha Ağdamı görməyəcəklər, oynamayacaqlar. Fikirləşməzdim ki, bu oyun axırıncı oyun olacaq Ağdam torpağında. Amma elə oldu ki, o bizim son oyunumuz oldu. Çünki ondan sonra vəziyyət daha da gərginləşdi. Bir aydan sonra da Ağdam işğal olundu. Bugün məcbur olduq biz Ağdamı tərk eləməyə. Ona qədər ancaq biz mayın 12-sinə qədər orada futbol oynamağa davam edirdik. Son oyunumuzda Turan Tovuz komandası ilə olmuşdu.
O vaxtlar Qarabağ adı denəndə hepimizin ürəyi ağrılı idi. Elə bil ki, bədənimizin bir hissəsi əksik idi, çatmırdı. Qarabağ adı eşidəndə hamımız məyus olurduq. Başımız aşağı, gözümüz aşağı. Çünki itkimiz var idi, qaçqınlarımız var idi. Çox çətin şəraitdə. Mənə belə bir sual yarandı. Qarabağ adını bu klub zəfərə, cəsarətə və işığa, müsbət düşüncəyə çevirə bilərikmi?